İslamda ən müqəddəs və fəzilətli gecə Qədr gecəsidir. Qədr gecəsi elə bir gecədir ki, 1000 aydan üstündür. Bu gecənin 1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyurulub. Qurani-Kərimdə bu gecənin fəzilətini bildirən müstəqil bir surə var. Rəhman və Rəhim olan Allahın adı ilə. Həqiqətən, biz onu, Quranı Qədr gecəsi nazil etdik. Ya Peyğəmbər, sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi 1000 aydan daha xeyirlidir. O, Ramazan ayının 19-una, 21-inə, 23-ünə, 25-inə, bir rəvayətə görə isə 27-sinə təsadüf edir. O gecə mələklər və ruh, Cəbrail, Rəbbinin izni ilə həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək hər bir işdən dolayı Allah dərgahından əmrlər alaraq yerə enərlər. O gecə dan yeri sökülənə kimi büsbütün salamatlıqdır, əmin amanlıqdır. Qədr gecəsi heç bir bəla nazil olmaz. O, bütövlükdə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək vacibdir. Qədr gecəsi başlananadək Allah dərgahında səmimi qəlbdən tövbə edib, qəlbində bütün möminlərin öz üzərində haqqını halal etməyi arzulamaq lazımdır. Oyaq qalacağını nəzərə alaraq hər kəs gecəyədək dincəlməyi unutmamalıdır. Əhya niyyəti ilə qüsul almaq, 2 rükət əhya namazı qılmaq, təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilən digər əməlləri yerinə yetirmək vacib sayılır. Bu gecədə Allahdan bağışlanmaq istəmək, Quran oxumaq, qəza namazları varsa onların qılınmasına vaxt ayırmaq və kitab oxumaq məsləhət görülür. İmkan daxilində mübarək Ramazan ayının bütün gecələrində əhya saxlamaq tövsiyə edilir.